Hər bir çətinlik yüksəliş pləkanımızın bir pilləsinə çevrilə bilər. Biz çətinliklərə qədəm qoyub yüksələ bilirik. Çətinliklər hər biri yüksəliş vasitəsidir. Çətinliklərdən nəinki narahat olmamalıyıq, bəhrələnməliyik və hətta bir yerə çata bilərik ki, çətinliklər bizim ləzzət mənbəyimiz olsun. Mələklərdə çətinlik yoxdur. Bir mələk əziyyət çəkmir. Mələklər çətinlikdən azaddır. Quran deyir ki, yorulmadan keyflə ibadət edirlər. Bir varlığın adına insan adı qoyuldusa, əziyyətkarı yapışır. Çünki insan elə bir varlıqdır ki, diqqət edin, inkişaf edə bilir. Belə deyək, dəyər istehsal edə bilir. Dəyərlidir, dəyərlərini artıra bilir, yeni dəyərlər içəridən yarada bilir. Mələk dəyərlidir, amma mələk dəyərini artıra bilmir. İnsan arta bilir.